Emosional yanma sindromu deyəndə çox zaman nəzərdə tuturlar ki, bu ancaq müəyyən işdə çalışan insanlarda olur. Ancaq bugün biz görürük ki, evdar xanımlarda da, evdə işləyən insanlarda da bu sindrom özünü biruzə verir və bugün biz home office, yəni evdə çalışan insanlar da var ki, onlar İllah deyil ki, konkret iş yerinə getsinlər və orada işlərini görsünlər. Əsas məsələ, davamlı işləyən, çalışan insanlarda bir müddətdən sonra emosional yanma sindromu özünü biruzə verə bilər. Və biz insanıq, biz robot texnika deyilik, hansı ki, istənilən bir texnikanın da bəlli bir işləmə müddəti olur. Yəni, bir avtomobil alanda ən yaxşı halda deyir ki, mən buna 5 il zəmanət verirəm, yaxud 3 il zəmanət verirəm. 3 ildən sonra artıq mən zəmanət vermirəm. Yəni, bu deməkdir ki, onda hansısa bir problemlər yarana bilər. Və söhbət insandan gedirsə, bir insan da davamlı olaraq 3 il, 5 il, 10 il çalışırsa, fərq yox evdə, işdə, bu insanda hansısa bir narahatçılıq ola bilər. Yəni, burada qeyri-adi bir şey yoxdur. Ancaq emosional yanma sindromuna çevriləndə onun simptomları kimi daha çox biz görürük ki, belə insanlar motivasiya azdır, həyat eşki aşağı düşür, heç nəyə əli qalxmır, özünə qapanır, narahat olur, gərgin olur və bundan çıxmaq üçün müxtəlif yollar, üsullar axtarır. Kimisi doğru üsullar tapır, kimisi yanlış üsullar tapır. Çünki zərərli vərdişdən əziyyət çəkən insanların bir qismində biz görürük ki, məhz burnout sindromu səbəbindən bu hallar baş verir. Əgər bir insan özündə enerji çatışmamazlığı, heç bir şeydən zövq almamaq, həyat eşqinin aşağı düşməsi, daha çox özünə qapanmaq və bunun kimi hallar müşahidə edirsə, o zaman ehtimal etmək olar ki, onda burnout sindromu baş verir. Və bu simptomu aradan götürmək üçün bir çox üsullar var və ən vacib üsullardan biri mütəxəssislər qeyd edirlər ki, işlə ev arasında balans saxlamaqdır. Əgər bir insan işlə ev arasında balans saxlaya bilərsə, onda burnout sindromu böyük ehtimalla baş verməyəcək. Baş versə belə bu yüngül şəkildə aradan qalxacaq. Və əksər burnout sindromu yaşayan insanlarda biz bunu müşahidə edirik ki, deyir, ailəmə vaxt ayıra bilmirəm və yaxud əksinə, ailəmə çox vaxt ayırıram, işə vaxt ayıra bilmirəm. Ona görə də burada işlə ailə arasında balansın saxlanması ən vacib məqamdır. İkinci bir məqam kimi mütəxəssislər qeyd edirlər ki, insan özünə zaman ayırmağı bacarmalıdır. Yəni, konkret özünə zaman ayırmaq. Bu idman etmək olar, bu yürüyüş etmək olar, bu, nə bilim, kitab oxumaq olar, musiqiyə qulaq asmaq olar. Özünə bir, müəyyən bir zaman ayırmalıdır. İnsan özünə zaman ayıranda burnout sindromu da ya baş vermir, ya da yüngül bir şəkildə aradan qalxır. Və burada üçüncü bir məqam şübhəsiz ki, insanın sosial çevrəsidir, ailədir, dostdur və lazım olarsa peşəkar psixoloq dəstəyi də ola bilər və burnout sindromunun aradan qaldırılmasında və yaxud burnouta düşməməkdə vacib olan məqam sosial dəstəkdir. Və bu, biz ətrafdan bu dəstəyi ala bilsək, burnout sindromu da az olacaq. Burnoutdan qorxmaq lazım deyil. Öncə çalışmaq lazımdır ki, işlə ailə arasında balans saxlayasan, özünə zaman ayırasan, yaxşı da bir çevrən olsun. Yox, əgər bunun fonunda burnout baş verərsə, qeyd etdiyim kimi, burada xüsusi bir qorxulu bir şey yoxdur. Yetər ki, fərqində olasan və aradan qaldırmaq üçün qeyd etdiyim məqamları diqqətə alasan.